Biz bir nəfərə bir söz deyiriksə, sözümüzün onda təsiri olmursa, dolayı yolla məsələ özümüzə də qayıdır. Özümüzə də qayıdır. Birinci ümdə budur ki, insan gərək əməlində ixlaslı olsun. Yəni, qarşı tərəfə ki, nəyi ki deyir, yəni özünün bilici olduğunu, bu əməlin elə özünün elədiyini çatdırması üçün yox. Məhz sırf Allah xatir, Allah rızayəti üçün, Allaha xatir. Mühüm budur ki, insan etdiyi əməldə ixlaslı olmalı. İxlaslı olduğu halda, müxlis olduğu halda onun sözü qarşı tərəfdə təsir edər. Ağa Rasulullah buyurur hədislərin birində ki, o ikinci hissə budur ki, ikinci səbəb. Birincisi ixlaslı olmaq. İkincisi, insan qarşı tərəfə dediyi sözə öz əməl eləməlidir. Əgər sən özün əməl edirsənsə, qarşı tərəfə deyirsənsə, qarşı tərəfin qəlbində o təsir qoyacaq. Həzrət buyurur ki, əgər bir nəfər o dediyi sözə özə əməl eləmirsə, onun sözü heç vaxt insanların qəlbində təsir qoymaz. Bizim sözümüz başqalarının qəlbində təsir qoysun deyə mütləqdir ki, gərək biz dediyimiz sözə nə edək? Əməl edək. Allah Teala Quran-ı Kərimdə Səf surəsinin 4-cü ayəsində buyurur, edə bilmədiyiniz işləri nədən deyirsiniz? Bəzən ola bilər, zərurət yaranır, insan özü tuta bilmir. Misal bir xəstəliyi var ki, oruc ola bilmir. İndi özü tuta bilmirsə, o demək deyil ki, oruc haqqında bunu eləməsin, danışmasın. Söhbət o insanlardan gedir ki, tutma imkanı var, amma nə etmir? Allahın əmrinə diqqət yetirmir, diqqət göstərmir. Orucunu tutmur misal olaraq. Bu çox təbii bir misal. Elə bil bir nəfər yaşlı bir cavana tövsiyə verir. Əlində siqaret, damağında siqaret, deyir oğlum, məsləhət görmürəm siqaret çəkəsən. İndi o qarşı tərəfdəki cavan bir həyalı olmasa, utanan olmasa, İndi əmidən, dayıdan deyər, nə deyər özü bilər. Deyər, əgər məsləhət bilmirsənsə, əlində, damağında özün niyə çəkirsən? Məsləhətli bir şey deyir, onda özün də eləmə də. Yəni, doğrudan da siqaret ziyanlı bir şey olmuş olsa da belə, özü çəkə-çəkə dediyinə görə qarşı tərəfdə onun nəyi ola bilməz? Təsiri ola bilməz. Gərək özü əməl eləsin ki, qarşı tərəfdə də onun sözünün nəyi olsun? Təsiri olsun. Birinci, əməldə ixlaslı olmaq, yəni Allahın razılığını əldə eləmək üçün insan o sözü qarşı tərəfə deməli. İkinci, qarşı tərəfə dediyi sözə insan özə əməl etməli ki, insanların qəlbində təsir qoysun. Və üçüncü olaraq göstəriblər ki, həmin yerə uyğun bir söz demək. Yəni, ola bilər ki, elə bir məkandır, yerdir ki, sən orada onu desin, sözün təsiri ola bilər. Misal olaraq, biri istəyirsən təbliğ eləyəsən, ibadətdə, itaətdə deyir. Sən onu məsciddə və yaxud da bir mənəvi bir ab-hava yaranıb, orada Allahın əmrini təbliğ etsin, fayda verər və sözün qarşı tərəfdə təsir qoyar. Amma görürsən, bu aşırı ayaq üstə dura bilmir, sən gəlib indi bu adını da yadından çıxarıb, sən bunu indi istəyirsən, elə bu halda namazı da qıldırasan, dəst namazını aldırıb, qüsülünü elə mehraba da keçirdəsən. Bunun mümkünatı yox ki. O da hədislərin bizə tövsiyə etdiyi budur ki, yerə uyğun bir şəkildə söz deyilməli. Yəni, yerinə uyğun şəkildə deyilməlidir ki, qarşı tərəfdə də sözün nəyi olsun? Təsiri olsun. Və əlavə yerlər olaraq ki, hədislərimizdə var ki, söylənilib, bir də qarşı tərəfə söz deyəndə yumşaq şəkildə demək, mülayim şəkildə demək hədislərdə bizə tövsiyə edilib. Yəni, ola bilər ki, sən onu yumşaq şəkildə, mülayim bir şəkildə, insan bu əməlin nəticəsində cənnətlə mükafatlanacağının, bu cür ilahi rəhmətə, feyzə çatacağını deməklə onda şövq yaradıb nə edə bilərsən? Sözün onda təsir
qoyacağını əldə edə bilərsən. Baxın, Həzrəti Musa Peyğəmbərə, Surə-i Taha, Musa Peyğəmbərin hadisəsi də bilənlər bilir. 44-cü ayədə elə ki, Allah fərman verdi Musa Peyğəmbərə ki, get Fironun sarayına. Allah yollayır, ha? Yollayanı Allahdır, ta. Allahdan da ki, qüdrətlisi yoxmuzdur ki. Həzrəti Musa Peyğəmbəri Fironun sarayına yollayanda, Fironun sarayına gedəndə Musa Peyğəmbərə bir söz buyurdu Allah. Buyurdu ki, elə ki, getdin Fironun yanına, onunla danışanda yumşaq danış, mülayimlə. Demə da, get çomağı, əso vur yerə, denən məni Allah yollayıb. Eləyə bilərdi də, ta Allah yollayıb onu. Amma bu gediş onu göstərir ki, kimliyindən asılı olmayaraq, qarşı tərəf səhv olduğunu da bilsə, sən ona sərt desən, aqressiv şəkildə desən, o onu yaxşı qəbul eləməyəcək. Sənin sözün onda nəyi olmayacaq? Təsir olmayacaq. Hədislərdən bizə tövsiyə edilən 4-cü səbəb kimi bunu əldə etmək olar ki, qarşı tərəfə söz deyəndə mülayim şəkildə, yumşaq şəkildə, onun qəlbini qırmayacaq, ona toxunmayacaq, tənqidə, təhqirə varmayacaq bir şəkildə söyləmək lazım. Hətta Al-İmran surəsi 159-da Allah buyurub, əgər sən ətrafında olan insanlarla kəskin, tünd, xasiyyətdə davranmış olsun, sənin ətrafında olanlar səndən qaçacaq. Ətrafından qaçmasınlar deyə mütləq göstəriş budur ki, sən nə olasan? Mülayim rəftar olasan. Hətta qarşı tərəfin səhvini də görəndə səhvini mülayim şəkildə deyəsən ona. Məyər məsum imamlarımız bizə bu məsələdə ibrət deyilmi? Quran-ı Kərimin ayəsi də üsve-i həsənə də olar bizə. Ən gözəl nümunə biz istəsək, bizə ən gözəl nümunə olar.